Xalq artisti Niyaməddin Musayevin Fövqəladə Hallar Nazirliyində işləyən qızı Röya Musayeva öz ərizəsi ilə işdən çıxarılıb. Yeni Sabah Mansetə istinadla məlumat verir ki, bununla bağlı bir müddət əvvəl Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, fəhənənin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad olunub. Bir müddət öncə mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb. Məlumatı FHN-nin mətbuat xidmətindən təsdiqləyiblər. Qardaşımın səhhəti ilə bağlı indiyədək ciddi şikayəti olmayıb. Hadisə qəfil baş verib, avtobusda insult keçirib. Hələ də baş verənlərin təsiri altındayıq. Qlobal Info.az bildirir ki, bu haqda teleqrafa ehtiyatda olan general-leytinant Yaşar Aydəmirov ötən gün 53 saylı avtobusda vəfat edən qardaşı, tanınmış cərrah Məhiyyəddin Aydəmirov barədə danışarkən deyib. Onun sözlərinə görə, qardaşının 35 illik cərrahlıq təcrübəsi vardı. Heç vaxt səhhəti ilə bağlı bir şikayətini eşitməmişdik. Ona görə onun bu cür vəfat etməsi hamımız üçün gözlənilməz oldu, deyə bildirib. Uşaq cərrahı Məhiyyəddin Aydəmirov Xocəkən qəbristanlığında dəfn olunub.